Yeni valideynlərə şad xəbərimiz var. İndi yeni doğulmuş övladınızın doğum şəhadətnaməsini MyGov ilə rəqəmsal olaraq əldə edə bilərsiniz. Üstəlik, əlavə sənəd toplamağa və ərizə yazmağa da ehtiyac yoxdur. Bəs bu xidmətdən necə yararlanmaq olar? Gəlin addım-addım tanış olaq. Mobil tətbiqdə həyat hadisələri bölməsindən valideyn olmaq hissəsinə daxil olursunuz. Buradan doğum şəhadətnaməsinə müraciət bölməsinə keçid edərək övladınızla bağlı seçimi tamamlayırsınız. İlkin məlumatları yoxlayaraq uşağın adını və soyadını daxil edirsiniz. Doğum haqqında şəhadətnamənin təhvil alınacağı qeydiyyat orqanını seçərək əlaqə nömrənizi qeyd edirsiniz. Sistem tərəfindən valideynlərin milliyyəti seçilməyibsə, milliyyəti seçirsiniz və valideynlərin doğum şəhadətnamələrinin skan edilmiş versiyalarını yükləyirsiniz. Müraciəti tamamlamaq üçün məlumatları son dəfə nəzərdən keçirdib təsdiqləyirsiniz. Müraciət tamamlandıqdan sonra seçilmiş qeydiyyat orqanında doğum dövlət qeydiyyatına alınır. Artıq şəhadətnamə MyGov platformasında ailə məlumatların bölməsində əks olunur. Həmçinin şəhadətnaməni kağız daşıyıcıda da əldə etmək mümkün olar. Qeyd edək ki, uşağın anadan olmasına görə bir dəfəlik müavinət üçün məlumatlar da Dövlət Sosial Müdafiə Fonduna yönləndirilir. Bir dəfəlik müavinəti Kapital Banka məxsus bir bank mobil tətbiqindən əldə edə bilərsiniz. İndi doğum haqqında şəhadətnamə almaq rahat, sürətli və əlçatandır. Övladınızın gələcəyi buradan başlayır.